Rəfiqəmlə Türkiyəyə gəzməyə getdik və orada bir oğlanla tanış oldum. Bir-birimizlə tez-tez əlaqə saxlamağa başladıq. Get-gedə bir-birimizə qarşı sevgimiz yarandı. Mən yenidən Türkiyəyə onu görmək üçün getdim və belə qərara gəldik ki, ora köçüm. Orada bizim çox yaxşı bilib, yaxınımıza buraxdığımız dostlarımız oldu. Onlardan ikisi aramızda hər zaman söz-söhbət yaradırdı. Onlar da iki sevgili idilər. Uzun müddət sevgili qaldıqdan sonra Türkiyədən köçmək qərarına gəldik. Çünki əsəb, stres, söz-söhbətlər, qısqanclıq və bir-birimizi çox sevirdik. Mənim üçün Türkiyədə bütün şəraiti yaratmışdı. Maddi, mənəvi hər şeyə köməklik edirdi. Almaniyaya köçmək qərarına gəldik. Birinci mən getməli idim Rusiyaya. Rus vətəndaşı olduğum üçün Rusiyadan viza almaq lazım idi. O da Türkiyədən gələcəkdi. O iki insan bizi ayırmaq üçün əllərindən gələni edirdilər. Mən gəldim vətənimə. Bir həftə sonra Türkiyədə böyük zəlzələ oldu. Mənim sevdiyim də Almaniyaya çatar-çatmaz orada həbsə düşdü. Mən Rusiyaya gəldiyim gündən 4-5 ay özümə gələ bilmədim. Üst-üstə problemlər, sevdiyimin həbsdə olma xəbəri məni yıxdı. 4 il keçib çox şükür hər şey yoluna düşdü. Amma o insanı yadımdan çıxartdımmı onu bilmirəm.